Salam. Newton qanunlarından bölməsindən, Newtonun birinci qanunu mövzularından davam edək. Bir cismin digərinə təsirini, təsir varsa bu nədir? Qüvvə. 3 litr. Litr bilirik ki, metr kubunun 1000-dən biridir. Yəni V bərabər 3 litr. Bu da 3 vur 13-3 metr kubu deməkdir. M bərabərdir rho V. Yəni 1000-də 3'ü vururuq 800'ə. 1000-də 3 deməkdir bu. 3 vururuq 800'ə. Cavab edir 2,4 kilogram. Hansı halda liflə bağlı hesablama sistemi inersial hesab etmək olar? Təbii ki, bu sükunət və ya düz xətli bərabər sürətli hərəkətdir. Deməli, bərabər sürətlə aşağı düşür. Buna inersial və ya ətalət deyirlər. Deməli, hadisənin baş vermə müddəti 4-cüdə bütün inersial hesablama sistemlərində eynidir. H hündürlüyündən, yəni müəyyən hündürlükdən sükunətdəki cisim görürsə ki, bu 4 saniyədə düşür. Müəyyən H hündürlükdən 3 saniyədə düşür. Gəldi 3 saniyəyə yerə çatdı. T bərabər 3 saniyə. Həmən an bir dənə motosikletçi düz xətli bərabər sürətli gedir. Tutaq ki, sürət də 10 idi. Bəs o nə qədər vaxta düşdüyünü görəcək. Təbii ki, o da 3 saniyəyə düşdüyünü görəcək. Yenə cisim K inersial sistemində H hündürlüyündən 4 saniyə düşür. K-ya nəzərən 5 metr bölü saniyə sürətlə düz xətli bərabər sürətlə hərəkət edən, yəni demək ki, biz buradan baxırıq yuxarıdan, əlimizdən buraxdığımız bir cisim 4 saniyədə düşdü və həmən an bizə nəzərən 5 metr bölü saniyə sürətlə hərəkət edən bir motosikletçi vardı. O da nə qədər vaxta düşdüyünü görəcək, 4 saniyəyə düşdüyünü görəcək. Yəni, hadisənin baş vermə müddəti bütün inersial hesablama sistemlərində eynidir. Hansı halda avtomobillə bağlı hesablama sistemi inersialdır? İnersial nə deməkdir? Sükunət və ya düz xətli bərabər sürətli, yeyinləşən üfüqi şosedə düz xətli bərabər sürətli. B. Düz xətli bərabər sürətli. Sabit qüvvənin təsirlə cisimlərin aldığı təcillər A, M-dən asılıdırmı? Tərsdir. Bu Newton ikinci qanunudur. Əslində Newton ikinci qanunudur. A bərabərdir F bölü M. Newton ikinci qanunudur. F konstant. Birinci qanunda A sıfırdır. Burada kürənin həcmi bu şagirdlərdə ən çox problem yaradan bir sualdır. Kürənin həcmi həcm düsturu V bərabərdir 3/4 pi R kubu. Burada R kürənin nə edir? Radiusudur. Və deyir ki, kürənin kütləsi. Deməli, bilirik ki, kütlə M bərabərdir rho V-dir. Onda 3/4 pi R kubu vuraq rho. Bu A variantıdır. Kürənin sıxlığı. Deməli, rho bərabərdir M bölünsün V. M bölək 3/4 pi R kubu. 3 yuxarı çıxdı. 3M bölək 4 pi R kubu. Bu da A'dır. Kürənin sıxlığı var, metallar radiusu. Təbii ki, bu kök hətta 3-cü dərəcədənsə radiusdur. Çünki radius bu idi. Deməli, M bərabərdir 3/4 pi rho R kubu. R'in üstündə 3 vardı deyənə, R bərabərdir kök altda 3-cü dərəcədən 3M bölək 4 pi rho. Bu da nədir? Bizim kürəmizin radiusu. Bu. Cismin təsirini təyin etmək üçün. Bu da dinamometr tərəzidir. Bu Newton ikinci qanunudur. Yenə A bərabər F bölü M. Qüvvə dinamometr, dinamometr, kütlə tərəzi. Bərk cimin sıxlığını təyin etmək üçün burada tərəzi və menzurkadır. Menzurka həcmdir. Tərəzi kütlədir. Sıxlıq bərabərdir kütlə bölək həcm. Cavab 2,4. Kütləsi burada 4 litr. V bərabərdir 4 litr. O da 1000-də 4 metr kubu edir. Rho bərabərdir M bölək V. Yəni 2 bölək 1000-də 4. Yəni bu litri metr kubuna çevirdik. Və burada 2000 bölək 4 edir. Bu da 500 edir.
500. Ümumiyyətcə yadda saxlayın ki, 1000 litr 1 metr kubudur. Ve 1 litre minde 1 metr kubudur. 4 litrede minde 4 metr kubudur. Burada deyir ki, mayenin həcmini tapın. Deməli, V bərabər M bölünsün Rho. 3 kilogram bölək 500 metr kubu. 500 kilogram bölək metr kubu. Bunun hər tərəfini 2'ye vuraq 1000 olmaq üçün. Vuraq 2, vuraq 2. Burada kilogram vardı. Kilogramlar ixtisar getcə ümumiyyətcə 6 bölək 1000. 1 bölək metr kubu. Yox, metr kubu yuxarı çıxdı. 6 bölək 1000 metr kubu. Və bizim metr kubumuz deməli 1 metr kubumuz 1000 litrdir. Ona görə 6 bölək 1000 vuraq 1000 litr. 1000'lər ixtisar getdi. Cavab 6 litr etdi. BSD qüvvənin ölçü vahidi Newtondur təbii ki. Newton hansı fiziki kəmiyyətin vahididir? Təbii ki, qüvvənin. Cismin həcmini hesablamaq üçün bilmək kifayətdir. Həcmini hesablamaq üçün. Deməli, bu da sıxlığı və kütləni V bərabər M bölünsün Rho'dur. Sıxlığı və kütləni. Bərabər sürətlə hərəkət edirsə, əvəzləyici qüvvə 0'dır, əvəzləyici 0'dır. Deməli, sola 40'dırsa sağa da 40 olmalıdır. 10 üstə gələ F2 bərabərdir 40. F2 edir 30. F3 qüvvəsi hansı qiymətində cisim bərabər sürətlə hərəkət edir? Deməli, əvəzləyici 0 olmalıdır. Bunların ikisinin cəmi 30'dur. F3 də 30 etməlidir ki, deməli, sağ olan 30'dan sola olan 30 bir-birini razılaşdırsın. Verilmiş cismin təcili ona təsir edən qüvvədən asılılığı bu Newtonun ikinci qanunudur. A bərabər F bölək M düz mütənasibdir. Gördüyümüz kimi mövzu Newtonun birinci qanunu olsa da sualların çoxu Newtonun ikinci qanununa aiddir. Yəni başlıqdan tam üstə düşmür. 21-ci sualda bir balaca sualın şərti yerləri dəyişikdir. Newton qanunları ödənildiyi sistemlər ödənilən sistemlər inersial, ödənilməyən isə qeyri-inersial. Demək, 1'ə gedir inersial, 2'yə qeyri-inersial, inersial 3, qeyri-inersial 4. Demək, 3, 4, 3, 4. Əgər təcrübədən hər hansı bir sistemin inersial hesabı olduğu məlum sonda bu sistemə nisbətən sükunət yaxud düz xətli bərabər hesablama sistemləri inersial, cisimləri isə qeyri-inersial. Demək, bu sistemlər nəzərən inersial olanlar inersial, yəni sükunət və ya düz xətli bərabər sürətli, təcilli və ya təcilsiz. Sükunət və ya düz xətli bərabər sürətli inersial, təcilli hərəkətdən isə qeyri-inersialdır. Bəli. 1, 2. Yəni sükunətdəkilər onsuz da inersialdır, təcillilər də qeyri-inersialdır. Cisimlərin müxtəlif inersial hesablama sistemlərindən müxtəlif ola bilər. Cisimlərin təcilləri, sürətləri müxtəlif inersial hesablama sistemlərində müxtəlif ola bilər, amma təcilləri eyni olacaq. Sürət təcil, sürətləri müxtəlif ola bilər. 6, təcilləri isə 5. Deməli, 3, 4, 1, 2, 6, 5. 3, 4, 1, 2, 6, 5. 3, 4, 1, 2, 6, 5. Bu variant uyğun gəldi. Əks istiqamətdə yönəlmiş 34 əksdirsə, əvəzləyici qüvvə bunların fərqidir. 34'dən 22 çıxır, 12'dir. 34 çıx 22 və 12. Eyni istiqamətlərsə toplayırıq. 25 üstə gələ 17 bərabərdir 30. 42. 30 da 12, 42. C-dir. Cisimə təsirin qüvvələrin əvəzləri sıfıra bərabər olduqda o ya sükunətdə qalır, ya da düz xətli bərabər sürətlə hərəkət edir. Bu da düz xətli bərabər sürətli A-dır.
Bu qüvvələrin əvəzləyicisinin f bərabərlik kök altında f1 kvadratı üstə gələ f2 kvadratı üstə gələ 2 f1 f2 kosinus alfa, yəni f bərabərlik kök altında 3'ün kvadratı 9, 4'ün kvadratı 16 üstə gələ 2 vur, 3 vur, 4 vur, kosinus 60'da 2'də 1'dir. Bütün bunları nəzərə alsaq 2 ilə 2'də 1 yaxşısa 7, 16'ın üstündə 9, 25, o da kök altında 37 əvəzləyicisinin zamanlaşıqlı qrafiki verilmişdir. Hansı zaman intervalında cisimlə bağlı hesablama sistemi inersial hesablama sistemidir. Sükunət və ya düz xətli bərabər sürətli. Burada elə deyil, burada qüvvədir, baxmaq lazımdır. Yəni sürət olsaydı, bəli, sabit qaldıq və 0 qaldı hissə, amma qüvvənin 0 olduğu, yəni f bərabərdir 0. Yəni buna baxmasaq səhv edirdik. T4, T5. Yəni, qüvvə 0 olmalıdır. Təcildə də eyni qaydadır. İnersial olmaq üçün A bərabər 0 olmalıdır. Yenə T4, T5. Hansı qiymət ala bilməz? Ümumiyyətcə, əvəzləyicinin ən böyük qiyməti bunların cəmi, ən kiçik qiyməti isə bunların fərqidir. Yəni, əvəzləyici yerləşə bilər. Bunların cəmi ilə fərqi arasında, yəni 12 üstə gələ 7-dən böyük, kiçik, 12 çıx 7-dən böyük olmalıdır. Onda 12'dən 7 çıxsaq 5, 12'nin üstünə 7 gəlsək 19. Deməli, bu da əvəzləyici qüvvəmiz ala bilər. 19'dan kiçik bərabər, 5'dən böyük bərabər ala bilər. Yəni 5 və 19 daxil olmaqla və aradakı qiymətlər ala bilər. 14 bunların arasında yerləşir, 6 da bunların arasında yerləşir, 9 da 13 də cavab 4'dür. Ala bilməzi soruşur. Burada isə ala biləri soruşur. Yəni 11'dən 3 çıxıram 8, 10 əvəzləyici qüvvəmiz 8'dən böyük. 11'in üstünə 3 gəlirəm 14. 8'dən böyük, 14'dən kiçikdir. Deməli 8'dən 14'ün arasında ala bilər. Bu da 9'dur. Deməli 20 14'dən böyükdür. 7, 1, 8'dən kiçikdir. 15 də 14'dən böyükdür. 9 ola bilər. Hansı halda təyyarə ilə bağlı hesablama sistemi inersial hesab etmək olar? İnersial dediyimiz kimi sükunət yaxud düz xətli bərabər sürətlidir. Düz xətli bərabər sürətlə hərəkət edərək, düz xətli bərabər sürətlə hərəkət edərək yerdən uzaqlaşdıqda, burada düz xətli bərabər sürətli sözü varsa bu olar. Üfüqi istiqamətdə təcil bu deyil. Bərabər sürətli hərəkət istiqamətini dəyişir bu deyil. Uçuş meydançasına ayrılarkən bu biraz tərəddüddür. Bilirsiniz nəyə görə? Çünki uçuş meydançasına ayrılarkən belə bir istiqamət dəyişmə olur. Burada heç bir ad çəkməyibdir. Yalnız 1. 31-ci sualda deməli, bərabər sürətlidirsə əvəzləyici qüvvə 0 olmalıdır. Bu 4 dənə vektorial cəm 0 olmalıdır. F1 plus F2 plus F3 üstə gələ F4. 4'ünün vektoru cəmi 0 olmalıdır. F4'dən F3'ün cəmi F2'dir. Onda F1 plus F2 plus F4 üstə gələ F3'ün yerinə F2 yazırıq. Bərabərdir 0. F1 üstə gələ 2 F2 vektoru qaydada 0'dır. Yəni F1'in modulu bərabərdir 2 dənə F2'yə. Yəni mənfisidir, amma modulca 2 F2'dir. Vektorsuz şəkildə 2 F2'dir. Cavabdır. 32-ci sualda F2 qüvvəsinin modulunu hesablayın. Deməli, əvəzləyici qüvvə düz xətli bərabər sürətlidə əvəzləyici qüvvə 0'dır. Onda F1 plus F2 plus F3 üstə gələ F4. 4 dənəsinin əvəzləyicisi 0'dır. Və F1'dən F4'ün cəmi F1, F4 bizə verir F2'ni. Bizə F2'ni verir. F1, F4, F2 verir. Onda F2 üstə gələk F3, bir də F3, 2 F3 0'dır. F2'miz bərabər 2 F3'ə. 2 F3. Burada isə 33-cü sualda
deyir ki, cismin sükunətdə qalması üçün F4 qüvvəsi. Hansı ki, bu da F4 verilməyibdir. 4 qüvvədən 3'ü verilibdir. Deməli, bu 4'dən 3'ü birinci olduğu kimi qalır. İkincinin əvvəli birincidən başlamaqla bura paralel köçürür. Yəni, buradan götürdük ikincini, köçürdük bura. 3'ün əvvəli paralel qalmaqla 3'ü götürürük. Paralel köçürdürük. Yəni, paralel şəkildə əvvəlini bu F2'miz idi. F3'ün əvvəli F2'nin sonuna bax bu formada köçürtdük. Yəni, birinin əvvəli birinin sonuna, bu da bizim F3'ümüzdür. Və bu F3 də getdi. İndi F4'ümüz elə olmalıdır ki, F4'ün əvvəli F3'ün solundan başlamalıdır. Və sonu da gəlib 0'da qurtarmalıdır birincinin başlanğıcında. 4'ün cəmi 0 olsun. Bu da bizim F4'ümüz oldu. Cavab B. 34-cü sualda deyir ki, şüşənin sıxlığını hesablayın kilogramla. Ona görə biz metr kubları bu düzbucaqlı prizmadır. Bunun ölçüləri ABC şəklindədir. ABC şəklindədir. Və A tərəfimiz 30 cm. 3 bölü -1 metr. B tərəfimiz 25 cm. 25 bölü -2 metr. Yəni bu da 30 bölü -2 yaza bilərdik. C tərəfimiz 8 millimetr. Bunda 8 bölü -3 metr. Onda bizim sıxlığımız da 2500'dür. V'miz A vur B vur C şəklindədir. 3 bölü -1 vur 25 bölü -2 vur 8 vur -3. Deməli 25'i 8'e vursaq, 25'i 4'e vursaq 100, bu da 200. 200'de 6'ya vursaq 600. 600'den bu -2 ixtisar getsin, qaldı 6 vur 10⁻⁴ metr kubu. M de rho V'dir, bu da 2500. Bura 6 vur 10⁻⁴. Nerede bu 2500'ün 2 sıfırla bu ixtisar getsin. 25'i 6'ya vuranda 150 vur 10⁻2 qaldı. Bu da 1,5 kilogram edir. Cavab 1,5 kilogram. Yəni neynədik? Birinci həcmi 3 ölçünü vurmaqla tapdıq. Bütün ölçüləri metrə çevirdik. Sonra isə sıxlığı həcmə vurub kütləni tapdıq. 34 sual qurtardı. Diqqətinizə görə minnətdarıq.